Bayın şəhidəsi xanım Fatimə Zəhra salamullah aleyhanın pak mütəhhər ruhuna salavat zikr eləyək. Zəfər günü yaxınlaşıbdır. Zəfər gününü bizə qazandıran şəhid balalarımızın, cəngavər əskərlərimizin, onlar ki canlarını bizim torpaqlarımızın azadlığı uğrunda qoydular və sair zəhmət çəkənlər o yolda vardı. Cəmiən hamısının ruhlarına salavat zikr eləyək. Salli ala Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaiq ecma'in ve ba'isil enbiya'i vel mursalin. خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وإترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah təbarəkə və Teala ibadətlərimizi qəbul eləsin. Günah, səhv, xətalarımızdan əfv qələm çəksin. Bizləri xanım Fatimə Zəhra salamullah aleyhanın əzadarlarından, onu istəyənlərdən, onun yolunda olanlardan, onun şiələrindən qərar versin inşallah. Bugünkü söhbətimiz bir neçə mövzu haqqında olacaq. Hissə inşallah onları danışaq. Birincisi, təvərrükən mən bura gələndə kitabı açdım ki, cəmaata bir dənə hədis deyim. Bu iki hədis çıxdı qarşıma. O hədisi bir izah edeyim. Kamil-ü Ziyarə adlı bir kitabımız vardı. O kitabda yazılıbdı. Bəli, salavat zikr eləyək. Görürsən ki, həyatda biz körpülər görmüşük də, bəzi körpülər var görürsən ki, çayın üstündən bu tərəfdən o tərəfə keçməkdən ötürü bir körpü olur. Bu nə qədər körpülərimiz var, misal üçün, bu dəmir yolunun xəttinin üstündən və s. misal üçün, maşınların o keçməyindən, söz misal üçün, bax söz Əzbəyovda nə qədər körpü vardı orada. Körpülər, bu körpüləri biz görmüşük. Bu körpülər insanların rahatlığından ötürü keçib gedirlər. Və bizim bir körpümüz də var ki, Sirat körpüsü, eşitmişsiniz də Sirat körpüsü. Qiyamət günündə 3 dənə mərhələ var. 3 dənə mühüm mərhələ var. Biri əməl kitabçasıdır. Əməl kitabçası veriləcək. Əməl kitabçasına Allah Teala tairə adlandırır, tairə. Tairə, niyə görə İsra surəsində ayəsi varmışdır? Kullə insanın əzzəmnahu tairəhu fi unuqih. Onun tairəsini biz boynunda lazım bilmişik, hər bir insanın. Yuxrucu ləhu yevməl qiyamə yəlqahu kitabən mənşura. İqrə kitabək. Oxu kitabı ver. Kəfə binəfsikəl yevmə əleykə hasiba. Özün özümə öz əleyhivə hesab apararsan sən. Ya və mən utiyə kitabəhu filan filan. Bu ayələrimiz vardı, bəli, onu tairə adlandırıb, yəni uçan. Təyyarə biz nə üçün deyirik təyyarə? Ona görə ki, uçur. Tairə, yəni quş. Uçmağına görə ona quşa nə deyirik? Tairə deyirik. Bəli. Bu kitab da heç kəsin əli ilə gətirilib verilmədiyinə görə uça-uça gələcək və insanların sağ və sol əllərindən veriləcək.
Biri budur. Bir mərhələ budur. Allah orada bizə kömək olsun və əməl kitabçamızı sağ əlimizdən versin inşallah. 3 cürə verilmək yolu var. Bir sağ əldən verilər, bir sol əldən verilər. Bir verilmək yolu da vardı ki, vəra zəhri, boynunun arxasından verilər. Niyə? Çünki əllər bağlı olar boynun arxasına. O dəstəmazın duasında oxuyuruq, ya və la təcəlhə məğlulətən əla unuqi. Sol əli yuyanda bu duanı oxuyarlar. Bəli. İndi qardaşlar, bir bu kitab, ikincisi mizan, indəl mizan. Mizan. Əl-vəznu yevmə iznil haqqı. Allah Teala buyurur. Əl-vəznu yevmə iznil haqqı. Allah Teala Qur'an-ı Kərimdə buyurur. Vəzin, çəki, ölçü, tərəzi qiyamət günündə haqqıdır. Hamının əməlləri nə olacaq? Çəkiləcək, ölçüləcək. Fəmən səqulət məvazinuhu fəhuvə fi işətin raziyə. Hər kəsin məvazini, çəkisi ağır gəldi, əməllərinin çəkisi. Fəhuvə fi işətin raziyə. O razı olunmuş bir eşidə olacaqdı. Beşdə olacaq, cənnətdə olacaq. Və əmma mən xəffət məvazinu. Amma o kəsin ki, məvazini, ölçüsü, çəkisi, əməllərinin çəkisi yüngül gəldi. Bilirsiniz nə buyurur? Fəummuhu haviyə. Onu başı aşağı neyniyəcəklər? Haviyəyə bıraxacaqlar. Və ma ədrakə mahiyə. Aya bilirsən o hamiyə nədir? Narun hamiyə. Bir otdur ki, şölələnibdir, yəni. Bilaxır, ikinci mərhələ budur. Üçüncü mərhələ nədir? Sirat. Sirat körpüsü. Olar ki, o uşağı gətirib çıxardasız çölə, qardaşım. Məscid uşağı yeri deyil. Allah kömək olsun. Salavat zikr eləyək. Üçüncü mərhələ Sirat körpüsüdür. Bəli. Sirat körpüsü bu özü bir Sirat körpüsü haqqıdır və biz onun üzərindən keçib inşallah keçib gedəcəyik. İnşallah. Bir çox insanların ayağı orada titriyər. Titriyər. Allah bizim ayağımızı titrətməsin. Və bu körpülər var həyatda. Bir parada mənəvi körpülərimiz var. Mənəvi körpülərimiz var. O cümlədən, o körpülərdən biri də haman bir rivayətdə oxunan körpüdür. Rivayətdə buyurur, ağa buyurur ki, hər kəs İmam Hüseyn əleyhissalamın ziyarətinə qədəm götürə. Bir adam istəyir geçsin, ağa İmam Hüseyni ziyarət eləsin. Evindən çıxanda günahları tökülər onun ayağının altına, bir körpü kimi keçər o günahların üstündən gedər. Necə ki, sizlər körpünü keçəndə körpü arxada qalır, o günahlar da hamısı nə olar? Arxada qalar. Rivayət budur. Salavat zikr eləyək. İkinci mövzumuz bizim qarşıda Zəfər bayramımız gəlir. 2020-ci ildə biz bu günlər Allah bir də göstərməsin. Bu günləri biz nə cürə yaşayırdıq? Telefona zəng gələndə ürəyim düşürdü ki, indi deyəcəklər şəhid gəlib. Gecə gündüz telefonu da yanımda qoyurdum ki, birdən bir şey olar, görərsən, duraq gedək, o şəhidi qarşılayaq. Əziyyət idi, çətin idi. Məxsusən mənim üçün.
Mənə deyirdilər ki, sən gir içəri o arvadların əlindən al ginən, ananın, bacının əlindən balaca cavanı necə almaq olar, hə? Almaq olurdu, çox çətin idi. Allah şəhidlərimizi rəhmət eləsin. Bu zəfər bayramını onlar bizə yaşatdılar. Bizim aldığımızı açıq elədilər, o balalarımız. Allah rəhmət eləsin onları. Mən demirəm vacibdir, amma zəfər günü imkanımız oldu. Gedin bir dənə Fatihə verin, bir Yasin oxuyun şəhidlərimiz üçün. O qazilərimiz, Allah onlara şifa versin. Elə xəstələr vardı ki, görürsən ki, müxtəlif şeylər görüblər, ağılları tərpənib yerlərindən oynayıb, əsəbləri pozulub, əsirlər belə. Bunlar hamısı o müharibənin nəticəsindədir. Allah onlara kömək olsun. Bugünkü əskərlərimizə, bugünkü əskər balalarımıza, bugünkü şəhidlərimizə Allah Teala rəhmət eləsin, əskər balalarımızı hifz eləsin, qorusun inşallah. Torpaqlarımızın azadlığını daimi eləsin. Dövlətimizin müstəqilliyini, Azərbaycanın müstəqilliyini Allah Teala daimi eləsin. Bu çox mühümdir. Çün bu cümə ilə o cümə arasında bir dənə şəhidlərimiz üçün istəyirdim mən Fatihə verim. Siz də sizin icazənizlə oxuyaq inşallah. Allahümme əğfir lil-mu'minine vel-mu'minat bi haqqi Muhammedin ve alih ve bil-Fatiha. Həmişə Azərbaycan xalqının bu şəhidlər qarşısında borcları vardı, vəzifələri vardı. Allah hamısını rəhmət eləsin. Üçüncü məsələ, bilirsiniz ki, 3 gün biz əza saxladıq. Xanım Fatimə-i Zəhra salamullah əleyhaya əza saxladıq. Və o 3 gün ərzində bu qara örtüklər də elə ondan ötürüdür. Onun şəhadəti ilə münasib olaraq buna qara örtüklər çəkiblər. Mən icmalən olsa bir xanım Fatimə-i Zəhra salamullah əleyha haqqında, onun həyatı haqqında danışmaq istəyirəm. Salavat zikr eləyək. Xanımın atası Muhammed Əl-Mustafa sallallahu aleyhi və səlləm, anası Xədicətül Kübra salamullah aleyha. Anası Xədicə-i Kübradır, Ümmül Müminin, atası Resul-i Əkrəm sallallahu aleyhi və səlləm. Bu xanədanda dünyaya gəlibdi xanım Fatimə-i Zəhra və tərbiyəsini kimdən alıbdı? Resul-i Əkrəmdən və Xədicə-i Kübradan. Xanım Be'sətin 5-ci ilində dünyaya gəlibdi. Be'sət bilirsiniz də nə deməkdir? Be'sət yəni peyğəmbərlik verilən vaxt. Ona Be'sət deyərlər. Yevmül bəs yəni qiyamət günü. Bə'sə bir şeydir ki, yəni sıçrayış, qalxmaq, oyanmaq bu mənadadır. Be'sət, yəni Peyğəmbərin be'səti, yəni Peyğəmbərə peyğəmbərlik verilməklik, ta İslam nə olur onda? Ayağa qalxır, sıçrayır və intişar tapır. Qiyamət günü insanlar üçün qəbirdən qalxacaqlar, ona görə ona Yevmül Bəs də deyərlər. Yevmül Bəs, qiyamət günü. Yəni qəbirlərdən qalxmaqlıq, insanlar torpağın altından qalxacaqlar və ərəsat-ı məhşərə gedəcəklər, ona görə bəs deyərlər ona. Be'sətin 5-i, Peyğəmbərə 5 ildir Peyğəmbərlik verilmişdi. Ağa Resulullah sallallahu aleyhi və səlləmin həyatında
bir yenilik oldu. Xanım Fatimə Zəhra salamullahi aleyha dünyaya gəldi. Nə cürə dünyaya gəldi? İnşallah onun mövludunda onların hamısını söhbət edərik. Xanım Zəhra salamullahi aleyha ta 5 il anası ilə və atası ilə bir yerdə oldu. 5 ildən sonra anası vəfat elədi. Be'sətin 10-cu ilində xanım Xədicə Kübra salamullahi aleyha vəfat elədi. Xanım Fatimə Zəhranın 5 sinni var idi. 5 yaşı var idi. Resul-i Əkrəmlə tək qaldı. Onu da deyim ki, ta nə qədər Xədicə Kübra var idi, ona hörmət olaraq, ehtiram olaraq Peyğəmbər ikinci bir əyal almamışdı. Yəni Allah ona əmr eləməmişdi. O hörməti Allah saxlamışdı. Çünki Xədicə Kübra salamullahi aleyha bir nəfər şəxsiyyət idi ki, Allah Taala onu çox istəyirdi. Hər dəfə Cənab Cəbrail o cürə ki nəql olunur. Cənab Cəbrail nazil olanda Resulullah'a salam ərz edəndən sonra ərz eləyərdi ki, ya Resulallah, Allah Taala buyurur ki, mənim salamımı Xədicə Kübraya çatdırın. Xədicə Kübraya salam göndərərdi Allah Taala və üstəlik də Cənab Cəbrail ərz eləyərdi, ya Resulallah, mənim də salamımı çatdır ginən Xədicə Kübraya. Bu qədər sevimli idi Allah dərgahında Xədicə Kübra və imamların nənəsidir də, Həzrət Əli əleyhissalamın məhrəmidir, qaynanasıdır. Həzrət Əli əleyhissalamın qaynanasıdır. İmam Həsənin, İmam Hüseynin nənəsi, İmam Zaman ağanın nənəsi. Xədicə Kübra bu şəxsiyyətdir. Bilaxır işimiz yoxdur. Bəli, ana tərəfdən, ata tərəfdən də məlumdur. Yaranışın Allah nələr yaradıb. İstəyir mələk olsun, cisimlər olsun, nələr olsun. Yaranışın fəxri, gülü, tacı Ağa Rəsulullahdır sallallahu aleyhi və səlləm. Ondan o mərtəbədə də bir şəxs yoxdur ki. O cürünə bir şəxs yoxdur ki. Bəli. Xanım Zəhra salamullahi aleyha 5 yaşındaykən anadan yetim qaldı. Ağa Rəsulullah Xədicə Kübranı dəfn elədi. Qayıtdılar, gəldilər evə. İndi axşamdır. Rəsulullah və xanım Fatimə Zəhra. Xanım Fatimə Zəhra 5 yaşındaykən atasına xidmət eləyir. Bir günləri Rəsulullah namaz qılırdı. Kəbənin həyətində. Xanım Zəhra da onu inandı. Əbu Cəhl bir kobudluq elədi Peyğəmbərə qarşı. Hicrət olmamışdı hələ. Peyğəmbərin üstünə pişpara şeylər tökdü. Peyğəmbərə bir daş atdı, bir ağır daş idi, Həzrətin əlinin üstünə düşdü. Səcdə halında. Xanım Zəhra salamullahi aleyha atasını qaldırdı. Qaldırdı, onun üstünü təmizlədi, dedi, atacan, gəl gedək evə. Götürdü, gəldi onu. Bax, bu cür nə mehribançılıq idi. Odur ki, Resul-i Əkrəm sallallahu aleyhi və səlləm xanım Zəhraya ad qoymuşdu, Ümmü Əbiha. Ümmü Əbiha, atasının anası, o qədər mehribançılıq eləyərdi xanım Zəhra. Bunları mülahizə eləyəndə sonra görgünən ki, niyə görə xanım Zəhra Bəkkakindən sayılır, çox ağlayanlardan. Niyə görə xanım Zəhraya gəldilər, Həzrət Əliyə şikayət elədilər ki, xanım Zəhranın ağlamaqlığı bizə mane olur. Həzrət Əli əleyhissalam onun üçün Beytül-Hüzn tikdi. Bir dənə o Bəqi qəbirstanlığında o qamışlardan, xurmanın yarpaqlarından bir dənə kölgəlik düzəltdi onun üçün, gedib onu da uçurtdular ki, geçsin xanım Zəhra orada ağlasın, onu da uçurdular. Xanım Zəhra məcbur oldu, götürərdi Həsənəyni ya xanım Zeynəbi, gedərdi Ühüddə. Həmzə-i Seyyid-i Şühədanın əmisinin
qəbrinin yanında oturardı, ağlayardı. Niyə görə bu qədər ağlayardı xanım Zəhra? Bir bala atadan ötürü olubmu tarixdə bir bala atadan ötürü bu qədər ağlasın? Xeyr. Çün xanım Zəhra bir nəfər idi ki, o bilirdi Rəsul-i Əkrəm kimdir. Rəsul-i Əkrəmi tanıyırdı. Əlindən belə bir pürqiymət şəxsiyyətin getməkliyi, ilahi vəhyin kəsilməkliyi xanım Zəhraya böyük təsir eləmişdi və atası üçün ağlayırdı. Və buradan bilinər ki, xanım Zəhra atasını nə qədər istəyirdi. Bir günləri Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin bir adəti var idi. Həmişə bir səfərdən gələndə ilk gəlişi xanım Zəhranın evinə olardı. Gələrdi xanım Zəhranla görüşərdi, orada bir neçə dəqiqə əyləşərdi, sonra çıxardı, hara getməli idi, gedərdi. Bir dəfə də Peyğəmbər getdi və Həzrət Əli əleyhissalamı da özü ilə aparmışdı. Bir qədər pul qoydular xanımın yanında ki, xanım bu ailəni neynəsin, idarə eləsin, lazım olan bir şeyləri alsın falan. Xanım bir az qənaət elədi. Bu qənaətdən bir dənə pərdə aldı qapı üçün. Bu ərəblərdə adətdir, qədim elə bizdə də var idi, indi də mən görmüşəm bəzi yerlərdə, qapıya bir ağır pərdə salardılar. Qapı açılandan sonra bir pərdə olardı. Bir pərdə olardı ki, qapı açılan kimi evin içi görükməsin. İndi o şeylər yığışıb. Çünki qadınlar görüşməsin. İndi olsa arvadların çox şeylə bu dükanlardadır da, bazardadır. Allah, nəfər də nə palas salmaq, palas salardılar, mən görmüşdüm. Nəysə, xanım bir dənə pərdə aldı, sonra bir bilərzik aldı, gümüşdən. Ağa Rəsulullah sallallahu aleyhi və səlləm gəldi. Çox gözəl bir şirin hədisdir bu, qulaq asın. Gəldi və adəti üzrə gəldi, daxil oldu xanımın evinə. Pərdədən keçirdi, pərdəni gördü, təzə pərdə. Gəldi, əyləşdi, biraz narahat oldu. Pərdəni gördü, biraz narahat oldu və narahat halda da durdu, çıxdı. Sahabələr də dayanmışdılar qapıda. Gördülər ki, Peyğəmbər çox narahat oldu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gəldi, məsciddə əyləşdi. Xanım Zəhra başa düşdü. Tez pərdəni açdı. Pərdəni açdı, bükdü, yığdı, bilərziki də qoydu üstünə. Dedi, aparın, atama verin, deyin ki, xanım Zəhra dedi ki, Allah yolunda bunu bəzl eləsin, ehsan eləsin, bəzl eləsin. Gətirdilər, gəldilər, sahabələr də baxırlar Peyğəmbərə, cürət eləyib soruşa bilmirlər ki, ya Rəsulallah, nə olubsun sənə? Niyə görə belə oldu? Gətirdilər, gəldilər, qoydular qabağına Həzrətin. Ərz elədilər ki, ya Rəsulallah, xanım Fatimə Zəhra salamullah aleyha dedi ki, atama deyin ki, bunu Allah yolunda bəzl eləsin. Peyğəmbərimiz buyurdu ki, bax bu hissəyə qulaq asın. Peyğəmbərimiz buyurdu ki, fəalət fədaha əbuha etdi bu işi, atası ona fəda olsun. Peyğəmbər, bəşəriyyətin tacı, yaranışın tacı, Peyğəmbər deyir ki, fəalət etdi bu işi, fədaha əbuha, atası ona fəda olsun. Sonra buyurdu, bilin və agah olun. Əgər
dünya ve dünyada olan zerziverin kıymeti Allah yanında bir ağza qanadın qanadı qədər qiyməti olmuş olsaydı, bu dünyadan bir kafir bir qurtum su içə bilməzdi. Hamısı Muhammed, Ali Muhammed'e verilərdi. Çün bu dünyanın qiyməti yoxdur Allah'ın yanında. Allah öz istədiyinə qiymətsiz şeyi verməz ki, Allah ona göre bize vermeyibdi. Peygamber deyir. Allah ona göre Muhammed ve Ali Muhammed'e sallallahu aleyhi ve selleme vermeyibdi. Niye göre vermeyibdi? Çünkü onun kıymeti yoktu. Həmişə bir kəsi istəyirsə ona qiymətli şeyini hədiyyə eləyər də, nəinki qimətsiz bir şeyi. Düzdür? Sen naçiz olan bir şeyi getirip gelip, misal üçün benim xətrimi istəyirsən, getirip gelip mənə verərsən mi bir şey ki, sənin yanında qiyməti yoxdur? Verməzsən. Niyə? Deyərsən, ayıbdır, hacıdan ayıbdır. Mən bunu niyə verim onu? Allah Təbarəkə və Teala da Peyğəmbər və Ali Peyğəmbərə və elə möminlərə də bu dünyanı verməyibdi. Niyə görə verməyibdi? Çünkü bundan kıymetlisi var. Kıymetlisi nedir? Bak ben deyim. Salavat zikr eləyək. Bir kıymetlisini deyim sizə. Elə bax reallıqdan danışaq da. Bax bugün oturmuşuq burada ve 3 gündür biz bundan qabaqdan ayın 5'i 6'sı 4'ü, 5'i, 6'sı. 3 gündür təziyə saxlayırıq, əza saxlayırıq, müxtəlif yerlərdə gedirik, söhbət edirik, mərsi oxuyuruq. Bu özü nədir? Bu özü nədir? Bax, görün nə qədər qiymətli bir şey verib Allah Teala Peyğəmbər Ali Peyğəmbərə ki, yaşanır. Bu şeyi heç kəs əldə eləyə bilməz. Bir nəfərin milyonlarla malı, dövləti olsun, qudrəti olsun, vəzifəsi olsun, hər bir şey olsun, eləyə bilərmi yaşatsın adını bu qədər 1400 il? Yaşada bilərmi? İmkanı yoxdur. İmkanı yoxdur. Biz tarixdə yaxşı insanlar bilmişik. Bəzi vaxtlar görürdün ki, misal üçün mən də adlarını çəkmirəm. Misal üçün məclislərimizdə, təziyələrimizdə filan ağa üçün salavat zikr eləyək, filan geçsin. İndi yığışıb, yoxdur. Məyərən ki, biri söhbət eləyəndə bir dənə misal üçün birinin adını zikr eləyək. O yaşatmaq o şəxsləri çox önəmlidir. Çox önəmlidir insan kimisə yaşatmaqlığı. Amma onu yaşatmaqlıq hər adama qismət olmaz. Milyonlar xəricləsə, milyardılar xəricləsə, xeyri yoxdur. 5 il, 10 il, bir nəsil keçəndən sonra yaddan çıxacaq. 30 ildən sonra yaddan çıxacaq. Çünki niyə görə? Mənə yaxşılıq eləmişdi, mən ona neynirdim? Dua edirdim, zikr edirdim. Mən öləndən sonra nə olacaq? Mənim oğlum deyəcək ki, mənə yaxşılıq eləməyib ki. Nəvəm deyəcək, mənə yaxşılıq. Heç baba yada düşmür, ta filan kəs yada düşər. Düz demirəm mi? Ben de düz deyirəm də, adam gedir atasının, anasının qəbrini ziyarət eləyir qardaş. Baba yada düşmür ki, tək bir adam var babasının qəbrini gedir ziyarət eləyir. Ruhlarına salavat zikr eləyək. İndi görürsünüz, misal üçün bunların hamısını nəzərə alanda Peyğəmbər deyir ki, fəələt fədaha əbuha. Atası ona fəda olsun. Xanım Zəhra salamullah bu cür nə bir şəxsiyyətdir. Bir dənə də hədis deyim, inşallah xatimə veririk. Resul-i Əkrəm sallallahu aleyhi və səlləm buyurur ki, bir hədis var Ayşədən, Peyğəmbərin xanımından ki,
Peyğəmbərdən nəql eləyir ki, Peyğəmbər dedi ki, mətə qamət fi mehrabiha. Həbi zaman xanım Zəhra mehrabında durdu namaza. Üzr istəyirəm, Ayşədən deyil bu, İmam-ı Sadiqdəndir, Peyğəmbərin dilindən nəql eləyir. Mətə qam, o hədis başqa bir hədis idi, mən qarışdırdım. Mətə qamət fi mehrabiha. Həbi zaman öz mehrabında dayandı xanım Zəhra. Zəhərət nuruha li əhli səmai kəma yəzhəru nurul kəvakibil əhlil ərz. Xanımın nuru zahir olar, parlayar göy əhlinə. Göydə də əhli var da. Göy əhlinə o cürə ki, göyün ulduzları parlayar yer əhlindən ötürü. Bilərlər ki, bu xanım Fatimə-i Zəhra salamullahi aleyhanın nurudur. Qalallahu təbarəkə və təala. Allah Teala buyurar, ya melaikəti, ey mənim mələklərim, unzuru ila əmətiyəl Fatimə, seyyidətu imai. Baxın mənim kənizim Fatiməyə ki, kənizlərimin seyyidəsidir. قد أقبلت بتمام وجهها إلي. Bütün varlığıyla mənə tərəf üz tutubdu. Bilirsiniz, bizlər namaz qılırıq, görürsən bəzən fikrimiz gedir bir şeyin yanına, fikrimiz gedir o tərəfə, fikrimiz gedir bu tərəfə. Hə istəyirik cəmliyəyi, şeytan qoymur. Şeytan ya qoymayaq. Mən sənə bir dənə namaz deyim, şeytanın işi yoxdur onda. Bir dənə arxası qibləyə namaz qılgına. Gör necə şeytan yaxın gəlməyəcək sənə. Gör necə hüzur, xuşu tapacaqsan. Niyə görə? Çünki şeytanın işi yoxdur, qılır qılsın da batildir. Bir dənə dəstəmazsız namaz qıl, gör nə olacaq. Gör necə xuş. Amma elə ki, sən istəyirsən ki, namaz qılasan, şeytan hazır olur, deyir ki, mən bunu necə alım bunun əlindən. Bəli, şeytan qoymayacaq. Fikrimi qaçırdacaq o tərəfə, bu tərəfə. Bəzən də insan özü də yardımcı olur şeytana, deyir ki, gəl bura. Gedək, filan işləri görək. Filan işləri görək ki, namazda qutardı, əssalamu aleykum, şeytan qaçır. Şeytanın işi budur. Bəli, Allah Teala Qur'an-ı Kərimdə onun haqqında bir dənə ayə vardı, buyurur ki, kəməsəli şeytani İz qâle lil insani kufur. Şeytan misalı, Allah misal vurur. Deyir, kəməsəli şeytan, şeytanın misalı kimi. İz qâle lil insani kufur. O zaman dedi ki, insana ki, kafir ol günan Allah'a karşı. Fələmmâ kəfərə. Elə ki, İnsan kafir oldu, Allah'a karşı çıktı, şeytan diye. İnni əxafullaha Rabbel alemin. İnni bəri'un minka. Mən səndən uzağam, şeytan qaçar. Şeytan namaz əsnasında adamı neyniyər? Hey, istəyər aldatsın. Elə ki, namazı qurtardın, əssalamu aleykum, şeytanın səndə nə işi var? Qaçdı, getdi. Aldı da namazın bir hissəsini sənin əlindən. Və belədir. Şeytan Allah lənət eləsin. Aduvvun mubin, Allah Teala Qur'an-ı Kərimdə buyurur. Aduvvun mubin.
Əduvun mubindir, aşkara düşməndir. Yaxın buraxmayın qardaşlar. Hər tərəfdən gələr. Sağdan, soldan, arxadan, qabaqdan. Allah Quranda buyurur onu. Ki şeytan dedi ki, mən onlara hər tərəfdən gələcəyəm. Bəli, hücum eləyəcəyəm. Alacağam. Əqudu əla siratik. Oturacağam sənin o sıratında, yolunda. Ləuğviyənnəhum əcməin. Hamısını aldadacağam. Bəzən də görürsən elə şeytan, bəli, hər şeylə aldadır adamı. Bıraxır gözləmək lazım. İndi bu rivayətin burasında Allah Teala, Peyğəmbər buyurur ki, Allah Teala deyir ki, buyurur ki, qəd əqbələt bətəmami vəchihə iləyyə. Bütün varlığı ilə mənə tərəf üz çeviribdir. Onlar namaz qılanda elə qılırdılar da. Həzrət Əli əleyhissalamın ayağına ox batmışdı. İstəyirdilər çıxartsınlar, incidirdi onu. İncidirdi. Elə ki, Peyğəmbər buyurdu ki, dayanın namazda çıxardarsınız. Həzrət Əli əleyhissalam namaza başladı, gəldilər, oxu çəkib çıxartdılar. Bilmədi. O. Çəkdilər, çıxartdılar. Niyə görə? Çünki fənafillah olurlar. Onlar bir cürə namaz qılırlar ki, nəinki ətraf mühitdən təcrid olurlar, özlərindən təcrid olurlar. Özlərini unudurlar, Allahın qarşısında dayanırlar. Görün, İyyâke na'budu və İyyâke nəstəin. Xanım Zəhrada, ya bugün İmam-ı Zaman'da İyyâke na'budu və İyyâke nəstəin. Nə cürə İyyâke na'budu və İyyâke nəstəindir. Allah bizə qismət elə bir dənə ağanın dalında namaz qılaq. Ağaya iqtida eləyib bir dənə namaz qılaq. Pərverdigara, nə gözəl olardı. Bəs o rivayətdə deyir ki, قد أقبلت بتمام وجهها إلي وترتعد فرائسها من خيفتي. Və mənim qorxumdan onun bəndləri bir-birindən ayrılır, sümükləri bir-birindən ayrılır. Titriyir mənim qarşımda. Uşhidukum ya melaikati, şahid tuturam sizi. Qad əmmentu şiətəha minən-nar. Mən onun şiələrini cəhənnəmdən əmində qərar verdim. Elhamdülillahi Rabbil aləmin. Xanım sənə qurban olaq. Xanım sənə qurban olaq. Allah axirətimizi xeyr eləsin. Xanımın vilayətində bizi sabit qədəm eləsin. Bizləri onun şiələrindən qərar versin inşallah. بحق نبينا وآله وبالفاتح